Azərbaycan Milli Məclisində 20-yə yaxın millət vəkilinin Türkiyədə olan nurçular cəryanı ilə əlaqədar olması ilə bağlı iddialara parlamentin vitse-spikeri Bahar Muradova da rəy bildirib. Modern Az açıqlamasında o bildirib ki, nurçu deputatlarla bağlı fikirlərin parlament tribunasına qədər gəlib çıxmasına təəssüf edir. Mətbuatda səslənən informasiyaların hamısı ilə bağlı şərh verməyin lazım olduğunu düşünmürəm. Çünki bu məsələlərə, belə məlumatlara şərh vermək üçün kifayət qədər informasiyalı olmalısan. Çox təəssüf ki, bu məsələ ilə əlaqədar konkret bilgilərə malik deyiləm. Eyni zamanda bu fikirlərin parlamentin tribunasına qədər gəlib çıxmasına da təəssüf edirəm. Çünki mətbuatda səslənən fikirlərə aidiyyəti şəxslər elə mətbuatda cavab verməlidirlər. Xatırladaq ki, parlamentin fevralın 25-də keçirilən iclasında millət vəkili Zahid Oruc son vaxtlar 20-yə qədər Azərbaycanlı deputatın Fəthullah Gülen cəmaatının üzvü olması, onlara hər ay vəsait ödənilməsilə bağlı yayılan xəbərlərə münasibət bildirib və bunu Azərbaycan deputatlarına qarşı təxribat adlandırıb. Azərbaycanda çox ciddi şəkildə mövqelərini möhkəmləndirdiyi iddia olunan nurçuların siyasi dairələrdə himayədarlarının olduğu və Gülen cəmaatı tərəfindən həmin deputatlara aylıq maaş kəsildiyi də iddialar sırasındadır. Bunun müqabilində həmin millət vəkilləri güya nurçuların Azərbaycanda maraqlarını təmin etməkdədirlər. Həmçinin 40-a yaxın dövlət məmurunun da nurçularla müxtəlif formada əlaqədə olduğu deyilir.